Tərinə xanım, ümumiyyətlə Cahangir Cahangirovun bəstəkarlıq üslubu Azərbaycan musiqisinə necə təsir edibdir? Bunu çözə bilmişik biz bu illər boyunca ki, onun üslubuyla, yoluyla, tərzi ilə, zövqü ilə püxtələşən, böyüyən bəstəkarlar bəhrələnə biliblərmi onun musiqisindən? Məncə Cahangirov özünə məxsusdur. O, bilmirəm, onun davamçısı kimi dünyaya yenə də məhz o üslubda, o ürəkdə, o obrazda, o hisslərlə yaradan bir bəstəkar gələcəkmi? Onu deyə bilmərəm, amma demirəm, bizim Azərbaycan musiqi mədəniyyətimizdə çox böyük dahilər vardır. Üzeyir bəy məktəbini davamçıları vardır ki, onlar bizi dünyaya tanıtdırır, təbii ki. Amma Cahangir Cahangirov dəsti xətti, o folklora sökəlmə, o ürəyə toxunma, o melodiyanı tamam fərqli tərzdə aparır. Yəni, melodiya özü danışır. Baxın, necə sənətkarlara müraciət edib, necə yazarlara müraciət edib. Yəni, bu böyük bir cəsarət istəyir insandan ki, sən Nizamiyə müraciət edirsən, sən Füzuliyə, sən Nəsimiyə, Sabir müraciət edirsən və orada o qəzəllər, o xırdalıqlar, hətta o özü etiraf edir, deyir ki, heç kəs deməsin ki, mən Füzuli poeziyasını araşdırdım və yaxud oradan nəyisə dəqiq başa düşdüm. Xeyr, orada bir cümlənin, bir sözün belə müxtəlif mənaları vardır. İndi siz baxın, o sözləri musiqiyə yerləşdirmək, geyindirmək və necə lazımdır o sözlərlə musiqi birlikdə tandemin yaratmaq, tamaşaçıya ötürmək, bunu etmək məharəti Cahangirovda tamam, çox yüksək səviyyədə idi. Çox doğrudur və siz danışa-danışa belə bir fikrə gəldim ki, Cahangir Cahangirov kimi bir bəstəkar olmaq üçün təkcə gözəl musiqiçi olmaq yetmir. Həm də çox Azərbaycanlı olmalısan. Çox gözəl. Və çox öz millətinin təsibini, qeyrətini çəkməyi bacarmalısan və onda şəxsiyyət olursa və sənin əsərlərin də sənin öz xalqının şəxsiyyət vəsiqəsi olur. Və bilirsiniz də Dilarə xanım, 40-cı illərdə Cahangir Cahangirov Cənubi Azərbaycana gedir. Musiqi mədəniyyətini inkişaf etdirmək üçün, təbliğ etmək üçün və orada orkestr, xalq çağı orkestri yaradır, ansambl yaradır, xor yaradır və o təəssüratların gənc bir, yəni hələ o yəni az bir yaşında, 40 yaş, bilirsiniz də 21-ci ildə anadan olubdu və orada böyük bir işlər görür. Oradan qayıdandan sonra ilk Azərbaycanda bu janra ilk dəfə yəni müraciət edən Cahangir Cahangir olub. Arazın o tayında vokal simfonik poemasını yaradır. O poema ki, mən indi Füzuli kantatasından sonra ona artıq müraciət edirəm, amma hal-hazırda hələ başlamamışam. O əsəri yaradır və eyni zamanda verişin sonunda əgər səsləndirə bilsək, onun bir Cahangir Cahangirovun deməli Cənubi Azərbaycan himni var. Cənubi Azərbaycan himnini bir dəfə bizim elmi işlər üzrə proyektimiz Lalə xanım mənə dedi ki, bu kitabda kantası var həmin əsərin. Əgər istəsən xor üçün işlə. Mən də onu xor üçün işlədim. Xorun ifasında alınsa sonda səsləndirərik. Səsləndirərik. O Cənubi Azərbaycanda həmin əsərin özəyini qoyub və səsləndirir. Hətta söhbət getmişkən bəlkə elə indi səsləndirək. Heç axıra sonluqda istəyirəm səslənsin verişin sonunda. Əgər düşünürsünüz ki, sonda səslənsin. Batalyon filmindən. Yenilməz Batalyon filmindən onda mən bayaq söylədim. Xorumuzda ifaçılar hər biri gözəl bir səs sahibidir və Yenilməz Batalyon filmini hər birimiz sevə-sevə izləmişik və həmin filmdən o gözəl əsəri səsləndirmək üçün Elmin İbrahimovu bura dəvət edirik və sizin üçün canlı-canlı təqdim edəcək. Buyursun. Gözleri
deniz anamı, bircə mənə qalmış yumanı. Aqarlı dağlar bulut kəsaranı qoy, arabanı kəndə çatsın. Dağda yelə dönər, düzdə selə dönər. Aqarlı dağlar, aqarlı dağlar. Dərələr, dağlar aşdım yenə mən. Dərələr, dağlar aşdım yenə mən. Qanadlı atlarım quş kimi bu düzlərdə şığıyar. Mehribanım bozat kəhərim, çox uzaq deyil mənim səfərim. Aqarlı dağlar bulut kəsaranı qoy, arabanı kəndə çatsın. Dağda yelə dönər, düzdə selə dönər. Aqarlı dağlar, aqarlı dağlar, köhlən atlar. Eləyirəm Elvin, çox sağ ol, var ol. Təşəkkür edirəm. Buyur əzizim.